Hər vaxtınız xeyir olsun, əziz Təhsil TV izləyiciləri. Biz yenə Təhsil TV podkastı ilə sizin qarşınızdayıq. Bugünkü mövzumuz isə uşaq hüquqlarının müdafiəsi ilə bağlıdır. Qonağımız isə Ombudsman aparatının uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalıdır. Xoş gəlmisiniz Azər bəy. Təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun. Mən də dinləyicilərimizi salamlayıram. Təşəkkür edirik. Çox sağ olun. Azər bəy, mən ilk istəyərdim başlayaq. Ümumiyyətlə uşaq hüquqlarının müdafiəsi sektorunun işi nədən ibarətdir? Siz hansı işləri görürsüz? Demək, ilk növbədə qeyd etməliyəm ki, Ombudsman uşaq hüquqları müdafiəsi sahəsində fəaliyyətini həm milli qanunvericilik aktlarına və eyni zamanda Azərbaycanın da üzv olduğu uşaq hüquqları haqqında konvensiyada nəzərdə tutulmuş prinsiplərə uyğun olaraq həyata keçirir və ölkəmizdə dövlət uşaq siyasətinin prinsipləri, eyni zamanda bilirsiniz ki, uşaq hüquqları haqqında konvensiyanın icrasına nəzarəti həyata keçirən Uşaq Hüquqları Komitəsi var və bu komitənin də tövsiyələrindən biri ondan ibarət idi ki, məhz Ombudsman təsisatında belə bir bölmə yaradılsın və təbii ki, həm dövlət uşaq siyasətinin prinsipləri və eyni zamanda BMT-nin Uşaq Hüquqları Komitəsinin belə deyək tövsiyələri nəzərə alınmaqla bu sahədə Ombudsman belə deyək 2021-ci ildən etibarən uşaq hüquqları deməli ilə bağlı səlahiyyətli struktur bölmə yaradılmışdır və qeyd etmək istərdim ki, uşaq hüquqları ilə bağlı sahə Ombudsman tərəfindən geniş miqyaslı belə deyək islahatlar bu istiqamətdə həyata keçirilir. Burada həm daxil olan şikayətlərin araşdırılması ola bilər. Bilirsiniz ki, Ombudsmanın deməli monitorinq nəzarət funksiyası var, hansı ki biz uşaq müəssisələrində baş çəkmələr həyata keçiririk. Eyni zamanda qeyd etməliyəm ki, biz belə deyək də istiqamətlərdən birini məhz qanunvericilik aktlarının təkmilləşdirilməsi təşkil eləyir. Təbii ki, məlumumuzdur ki, bu il deməli belə deyək, hər il uşaq hüquqları haqqında konvensiyanın qəbul olunmasının ildönümü ilə bağlı ölkədə uşaq hüquqları aylığı elan olunur və təbii ki, bu istiqamətdə eyni zamanda beynəlxalq əməkdaşlıq və eyni zamanda aidiyyəti dövlət qurumlarına da əməkdaşlıq əlaqələrimizi qururuq. Azər bəy, dediniz ki, monitorinqlər keçirirsiniz müəssisələrdə. Mən istəyərdim onu daha aydın şəkildə bizə danışasınız ki, hansı yerlərdə monitorinqlər keçirmisiniz, nəticə nə olub, hansı boşluqlarla və yaxud hansı müsbət hallarla qarşılaşmısınız? Qeyd etmək istərdim ki, bu məqsədlə də Ombudsman aparatında monitorinq qrupu yaradılmışdır. Həm müvəkkilin milli preventiv mexanizm deməli qrupu, həm də monitorinq qrupu tərəfindən belə deyək də dövlət uşaq müəssisələrində. Burada həm internat tipli məktəblər gedir, həm uşaq evləri gedir və belə deyək də bütün dövlət uşaq müəssisələrini əhatə etməklə biz il ərzində monitorinqlər keçiririk. Monitorinqlərdə qeyd etdiyiniz suala cavab olaraq təbii ki, biz burada xüsusilə də uşaq müəssisələrində uşaqların hüquqlarının təmini vəziyyəti araşdırılır. Uşaqların saxlanma şəraiti, onların qidalanma, sağlamlıq, onların təhsil hüququnun təmin olunması məsələsi, eyni zamanda uşaqlarla aparılan, bilirsiniz ki, bu uşaqların əksəriyyəti belə deyək də daha çox psixoloji dəstəyə ehtiyacı olan uşaqlardır və xüsusilə də bu istiqamətdə onlarla psixoloji iş aparılır və təbii ki, bütün bu aparılan sənədləşmə işləri araşdırılır. Hər bir uşaqla konfidensial qaydada söhbətlər aparılır. Bundan başqa qeyd edeyim ki, deməli, təbii ki, belə deyək də müəssisələrdə təbii ki, problemsiz keçinmək mümkün deyil. Təbii mümkündür. Yəni problemlər mövcuddur. Müəyyən çətinliklər mövcuddur. Təbii ki, bizim məqsədimiz də bu çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlərin gücləndirilməsi. Xüsusilə də belə deyək də bu istiqamətdə biz qurumlara tövsiyələr təqdim edirik və yerində aradan qaldırılması hallar dərhal yerində aradan qaldırılır. Bəzi hallarda deməli həmin belə deyək də uşaq evinin tabe olduğu, uşaq müəssisəsinin tabe olduğu qurumlar qarşısında məsələ qaldırılır və təbii ki, çalışırıq ki, bu istiqamətdə və sonradan belə deyək də təkrar icra vəziyyəti də yoxlanılır ki, yəni verilmiş tövsiyələrin icrası hansı formada həyata keçirilib. Mən istəyərdim ki, hansı pozuntularla qarşılaşmısınız? Onlardan nümunələr gətirəsiniz müəssisələrdən. Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldıqları internat məktəblərində xüsusi təhsilə cəlb olunmuş orta və yuxarı sinif şagirdləri üçün müvafiq dərs vəsaitlərlə təminatı məsələsində belə deyək, müəyyən çatışmazlıqların olduğu müşahidə olunmuşdur. Hansı ki, bu uşaqlarla xüsusi təhsilə cəlb olunmuş uşaqların belə deyək, onlarla aparılan psixoloji işin artırılması istiqamətində, eyni zamanda
deməli bu uşaqlar belə deyək, orada əyani kabinetlərin müvafiq tədris vəsaitlərindən və didaktik materiallarla təminatı məsələsində tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bundan başqa bəzi belə deyək, sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı deməli internat məktəblərində xüsusilə də bəzi fənn müəllimlərinin belə deyək də tədris deyən bəzi fənn müəllimlərinin olmaması xüsusilə də deməli müşahidə olunan məsələlərdəndir və bu istiqamətdə də tədbirlər olmaması deyəni nəyi nəzərdə tutursunuz? Yəni kağız üstündə var, gəlmir, yoxsa ümumiyyətlə yoxdur? Yox, ümumiyyətlə bilirsiniz, gərək bu istiqamətdə müəllimlərin həvəsləndirici tədbirlər görülərək bunları cəlb etmək də vacib məsələdir və bir çox hallarda ümumiyyətlə məsələn hansısa bir fənn üzrə konkret olaraq müəllimin olmamasından söhbət gedir burada. Məsələn, hansı fənlər daha çox? Bu daha çox belə deyək, riyaziyyat fənni üzrə, kimya fənni üzrə bəzi belə deyək, internat məktəblərində fənn müəllimlərinin olmaması təbii ki, valideynlərin də haqlı narazılığına səbəb olmuşdur. Təhsillə bağlı daha çox hansı pozuntularla qarşılaşmısınız? Bu təhsildən yayınma olar və digər? Təbii ki, deməli ombudsman aparatına yəni müraciət etməkdə hər kəs sərbəstdir və o cümlədən də uşaqlar, yəni uşaqların özləri tərəfindən də bəzi hallarda şikayətlər daxil olur. Yeri gəlmişkən elə bu sualımı da verim. Dediniz ki, uşaqların özləri tərəfindən də suallar, şikayətlər daxil olur. Ümumiyyətlə ombudsman aparatına müraciətlər daha çox uşaqlardanmı gəlir, valideynlərdənmi, yoxsa müəllimlərdənmi? Belə bir statistikanız varmı ümumiyyətlə? Statistika ümumi aparılır, yəni uşaqların özləri tərəfindən gələn müraciətlər, amma belə deyək də, uşaqların özləri tərəfindən daxil olan müraciətlər sadəcə azlıq təşkil edir. Daha çox valideynlər tərəfindən uşaqlarla bağlı şikayətlər daxil olur. Bu, deməli, ombudsman ünvanına daxil olan şikayətlər mahiyyət etibarən əsasən şagirdlərlə məktəblə bağlı yer dəyişmə məsələsi ilə bağlıdır. Eyni zamanda, deməli, bugün xüsusilə də bilirsiniz ki, uşaq şəxsiyyəti formalaşmasında bağçalar, məktəbə qədər təhsil müəssisələri nə qədər önəmlidir. Və bu gün uşağın inkişafı baxımından məktəbə qədər təhsilin önəmi nəzərə alınmaqla təbii ki, valideynlər tərəfindən bu istiqamətdə müraciətlər ünvanlanır ombudsmana ki, yəni şagird sayı, deməli belə deyək də, məktəbə qədər təhsil müəssisələri bəzi hallarda şagird sayına uyğun olaraq təşkil olunmur və bir çox hallarda valideyn öz uşağını bağçaya qoymaqda çətinlik çəkir. Və bu istiqamətdə bizə daxil olan müraciətlər onu deməyə əsas verir ki, həm də bu ombudsman illik məruzəsində də özü əksini tapır ki, təbii ki, bu istiqamətdə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin daha da genişləndirilməsi, bu istiqamətdə daha təkmil tədbirlərin görülməsinə ehtiyac var. Uşaqlar zəng edib nə deyir? Zəng edir, tutaq ki, hansısa bir müəllimin fəaliyyətindən narazı olduğunu bildirir və yaxud da asudə vaxtın səmərəli təşkili istiqamətində hansısa bir tədbirin icra olunmadığını bildirir və yaxud da bəzi hallarda elə olur, qida normasından narazılıq eləyən şagirdlərimiz olur. Valideyndən narazılıq eləyənlər olur? Valideyndən, açığı valideyndən o qədər də daxil olmayıb. Və zorakılıqlarla bağlı şiddət? Zorakılıqlarla bağlı, deməli, ombudsmana daxil olan şikayətlər, bəli. Burada daha çox xüsusilə də valideynlər ayrıldıqdan sonra bilirsiniz ki, bu əslində bir uşaq üçün əlavə bir travmadır və bu hallarda valideynlərin biri digəri tərəfindən uşaqlara zorakılıq tətbiq edilməsi ilə bağlı müraciətlər daxil olur. Yəni bir-birlərini belə deyək, ittiham eləyirlər ki, uşaqlara qarşı zorakılıq törədib. Əslində bilirsiniz ki, deməli valideynlərin uşaqlar deməli valideynlər ayrıldıqda uşaqların saxlanması məsələsi birbaşa olaraq məhkəmənin müstəsna səlahiyyətində olan məsələdir və təbii ki, bu istiqamətdə də ombudsmana şikayətlər daxil olur və biz deməli bilirsiniz ki, məhkəmə qərarı çıxarılır və məhkəmə uşağın kimin yanında saxlanması barəsində qərar verir və bu qərar verdikdən sonra uşaq konkret olaraq məhkəmənin təyin etdiyi şəxsin yanında saxlanılır və digər uşağın saxlanması üçün aliment təyin olunur. Ən böyük problemlərimizdən biridir bu alimentin. Bəli, alimentin ödənilməsi ilə bağlı kifayət qədər bizə də müraciətlər daxil olur bu yöndə və biz bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti ilə birgə bu istiqamətdə tədbirlər həyata keçiririk. Bizə daxil olan şikayətlər araşdırılır və müvafiq olaraq Ədliyyə Nazirliyinin icra xidmətinə yönləndirilir və eyni zamanda təbii ki, ombudsmanın müstəsna səlahiyyətlərindən biri də ondan ibarətdir ki, bu şikayətlərin icra vəziyyəti belə deyək, diqqətdə saxlanılır və vətəndaşa icra vəziyyəti ilə bağlı məlumat verilir.
Deməli biz danışdıq boşluqlardan, müraciətlərdən. Mənə maraqlıdır təhsildən yayınma və erkən nikahla bağlı olan müraciətlər. Sizin monitorinqlərinizdə bu hansı faiz nisbəti ilə aşkarlanır? Müraciətlər necədir bununla bağlı? Qeyd etmək istərdim ki, deməli ombudsmana xüsusilə də təhsildən yayınma və uşaqların məcburi əməyə cəlb olunması faktları ilə də bağlı şikayətlər daxil olur. Və bununla da bağlı biz müvafiq Mərkəzi İcra Hakimiyyəti orqanı olan Elm Təhsil Nazirliyinə müraciətlərimiz olub və bu istiqamətdə də nazirliklə birgə müvafiq tədbirlər həyata keçirilmişdir. Xüsusilə də təbii ki, bu işdə hesab edirəm ki, maarifləndirmənin önəmi xüsusi vurğulanmalıdır. Çünki insanlar dərk etməlidirlər ki, uşaqların inkişafında təhsilin önəmi əvəzsizdir. Və bu baxımdan da bizim bilirsiniz 4 regionda regional mərkəzlərimiz var. Şimal, Şimal-Qərb, Cənub və Qərb regional mərkəzləri ombudsmanı fəaliyyət göstərir və xüsusilə də bu hallarla mübarizədə həm maarifləndirmə, həm daxil olan şikayətlərin araşdırılması baxımından belə deyək, ombudsman aparatı və regional mərkəzləri kifayət qədər fəal şəkildə bu prosesə dəstək olurlar. Bəs erkən nikah? Erkən nikahlarla da bağlı, bəli, erkən nikahlarla bağlı məsələ də tərəfimizdən nəzarətdə saxlanılır. Deməli, bilirsiniz ki, ombudsman tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi fəaliyyəti də icra olunur və erkən nikah hallarına, xüsusilə də bilirsiniz ki, əvvəl Ailə Məcəlləsində deməli, nikah yaşının 1 yaş azaldılmasına icazə var idi. Amma son dəyişikliklərdən sonra, hansı ki, ombudsman bunu öz illik məruzəsində də tövsiyə etmişdi ki, həmin bu 1 yaş məsələsi də aradan qaldırılsın və konkret olaraq oğlanlar və qızlar üçün 18 yaş olaraq müəyyən olunsun və təbii ki, bu təklif də nəzərə alınmışdı və nəzərə alınaraq artıq Ailə Məcəlləsinə edilən son dəyişikliklərdən sonra qızlar və oğlanlar üçün nikah yaşı 18 yaş müəyyən edilmişdir. Və bugün qeyd etməliyəm ki, həm Cinayət Məcəlləsində kifayət qədər cəzalar sərtdir. Yəni bununla bağlı konkret olaraq cinayət məsuliyyəti nəzərdə tutulub və sanksiyası da kifayət qədər. Kimlərə aiddir bu cinayət valideynlərə? Bəli, cinayət məsuliyyəti valideynlər eyni zamanda burada bu toy nişanların keçirildiyi müəssisələr belə məsuliyyətə cəlb olunurlar və kifayət qədər yüksək məbləğdə cərimə olunurlar. Yəni həmin müəssisələr maraqlanmalıdır ki, evlənən şəxslərin və yaxud nişanlanan şəxslərin neçə yaşları var? Bəli, tamamilə doğru qeyd edirsiniz. Həmin artıq müəssisələrin də məsuliyyətindən biri ondan ibarətdir ki, artıq evlənən şəxslərin hansı yaş qrupunda olması da nəzərdən keçirilsin. Azər bəy, onda erkən nikahla bağlı olan müraciətlər daha çox kimlər eləyir? Regionlardan mı olur, Bakıdan mı olur? Erkən nikah hallarına bağlı daha çox müraciətlər təbii ki, bu həm bu prosesdə xüsusilə də vətəndaş cəmiyyəti üzvləri daha yaxından iştirak edirlər və xüsusilə də həmin belə deyək də adətən regionlarda bunu qonşu kənddən və yaxud da yaşadığı ərazidən deməli belə deyək də müəyyən olunan faktlar əsasında, çünki bilirsiniz də bu proses adətən çox gizli şəkildə icra olunur və bəzi hallarda düzdür, təmtəraqlı toy hallarında rast gəlirik. Bu bilirsiniz valideynlərin bir növ məlumatsızlığından irəli gəlir. Bir çox hallarda valideynlər hesab edirlər ki, yəni bu 1 yaş, yəni qadağası hələ də qüvvəyə minməyib və təbii ki, qızların özləri tərəfindən xeyr, o qədər müraciət yəni olmayıb bizdə. Bizdə daha çox belə deyək də digər üçüncü şəxslər tərəfindən daxil olan müraciətlər əsasında araşdırmalarımız aparılıb. Xüsusilə daxili işlər orqanları ilə, burada eyni zamanda yerli icra hakimiyyəti orqanları ilə birgə təbii ki, bu prosesin qarşısının alınması istiqamətində tədbirlər görülüb. Biz erkən nikah deyəndə ancaq qızlardan danışırıq. Bəs oğlanlar necə? Oğlanların da məcburi nikaha deməli cəlb olunması halları müşahidə olunub. Amma bu belə deyək də say qızlara nisbətən daha azlıq təşkil edir. Bəs onda da müraciətlər daha çox üçüncü şəxslərdən gəlir. Bəli, adətən üçüncü şəxslər tərəfindən. Bir də məsələn bunu vurğuladınız ki, məsələn bir müəssisə maraqlanmalıdır ki, nişanlanan və yaxud da evlənən şəxslərin neçə yaşları var. Bizdə evlilik yaşı 18 olaraq müəyyən. Amma bu evlilikdə, amma bəzi valideynlərin bir dənə arqumenti var ki, biz hələ evləndirmirik ki, nişanlandırmışıq. Məktəbinə də gedəcək. Cinayət Məcəlləsində konkret olaraq bu, yəni buna hazırlıq məsələsi də öz əksini tapıb. Yəni konkret olaraq, yəni bunun məqsədi, məramı nədən ibarətdir? Toy eləməkmiş. Bəli. Ona görə də bununla da bağlı artıq müddəa deməli Azərbaycan qanunvericiliyinə daxil edilib. Yəni nişan yaşı da müəyyən. Yox, nişan yaşı müəyyən olunmayıb, amma konkret olaraq nikah yaşı. Ancaq nişan mərasimlərinin də keçirilməsi, yəni qadağadır. Konkret olaraq 18 yaşdan yuxarı olmalıdırlar.
Məktəbdə hər hansı bir uşağın hüquqları pozulanda, bu sizə müəllim, valideyn və yaxud da elə uşağın öz tərəfindən çatdırılanda ombudsman aparatı olaraq buna necə müdaxilə edirsiniz? Müxtəlif müraciətlər ola bilər təhsillə bağlı. Bəli, bu günlər əslində ombudsmana kifayət qədər məktəblərdə uşaqların belə deyək də uşaqlara qarşı zorakılıq halları ilə bağlı valideynlər tərəfindən kifayət qədər müraciətlər daxil olur. Və təbii ki, bu müraciətlər üzrə müvafiq Mərkəzi İcra Hakimiyyəti orqanı ilə birgə tədbirlər həyata keçirilir və xüsusilə də bir məsələ, siz qeyd etdiniz, bir məsələyə diqqəti çəkmək istərdim. Əslində, uşaqların, belə deyək də, təhsil alanların bugün xüsusilə fikir versək, qarşılıqlı münasibətləri ünsiyyətində bir növ gərginlik halları müşahidə olunur və təbii ki, bu da əslində bir növ məktəb psixoloqlarının bu prosesə daha geniş töhfəsini belə deyək də, nəzərdə tutur. Məktəb psixoloqları bu prosesdə daha yaxından iştirak etməlidirlər. Çünki yaranmış gərginliyin aradan qaldırılmasında məktəb psixoloqlarının rolu əvəzsizdir. Və biz, deməli, ombudsmanın illik məruzəsində bu məsələyə xüsusi diqqət çəkilmişdir. Belə ki, bilirsiniz ki, bugün Nazirlər Kabinetinin, deməli, dövlət ümumi təhsil məktəblərində psixoloqların sayı ilə bağlı normativ hüquqi sənədi mövcuddur, qərar mövcuddur və o qərarda qeyd olunur ki, 1000 şagirdə bir psixoloq ştat vahidi düşür. 3000-ə qədər olduqda bu 2 psixoloq ştat vahidi və 3000-dən yuxarı olduqsa 3 psixoloq ayrılır həmin müəssisələrə. Bugün əslində bizim də müşahidələrimiz, eyni zamanda daxil olan şikayətlər də onu deməyə əsas verir ki, bu, yəni 1000 şagirdə bir psixoloqun olması bəzi məktəblərdə təbii ki, psixoloqun iş yükünün daha da artırılmasına, eyni zamanda psixoloq tərəfindən görülən işin keyfiyyətinin, səmərəliliyinə ciddi şəkildə təsir göstərir və biz təbii ki, bəzi hallarda bilirsiniz, zorakılıq baş verir, biz yəni günahlandırmağa bəzən adam axtarırıq və bir çox hallarda düşürük psixoloqların üstünə. Təbii ki, bu istiqamətdə də, yəni xüsusilə də normativ hüquqi sənədin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi zəruridir. Bundan başqa bir məsələni də qeyd edeyim. Bizim deməli müşahidələrimiz, xüsusilə də baş çəkmələr zamanı, yoxlamalar zamanı müşahidələrimizdən də biri də xüsusilə də internat tipli ümumi təhsil məktəblərində orada siniflərin sayından asılı olmayaraq deməli psixoloqların cəmi bir ştat vahidi nəzərdə tutulub. Yəni düşünün ki, sinifin sayından asılı olmayaraq cəmi bir psixoloq ştat vahidi var və 2 gecə dayəsi uşaqların saxlandığı müəssisələr üçün belə deyək də nəzərdə tutulub və təcrübədə görünür ki, bu əslində say olduqca azdır. Və bu yenə qeyd etdiyim bayaqki qayıdıran mövzuya, təbii ki, yenə keyfiyyət məsələsinə, xüsusilə də bilirsiniz, internat tipli ümumi təhsil məktəbləri daha çox çətin həyat şəraitində olan ailələrin uşaqları burada belə deyək də təhsil alırlar və onların belə deyək də daha çox psixoloji iş aparılmasına daha çox ehtiyac var və xüsusilə də bu məsələlərdə deməli uşaqlarla aparılan iş, eyni zamanda psixoloqların belə deyək də əyani vəsaitlərlə təminat məsələsi burada xüsusilə də nəzərdən keçirilməlidir və eyni zamanda təbii ki, burada vahid iş planları olmalıdır ki, konkret olaraq bu istiqamətdə iş aparılsın. Təşəkkür edirəm. Biz məktəbdə uşaqlara göstərilən zorakılıqlardan, hüquqlarının pozulmasından danışdıq. Bir də valideynlərin uşaqların hüquqlarının pozması məsələsi var ki, valideynlər bəzən uşağa göstərilən zorakılığı tərbiyə üsulu kimi görürlər. Bundan bağlı ombudsman aparatı olaraq hansı müdaxilələr edilir, hansı maarifləndirmə işləri görülür? Bəli, doğru qeyd edirsiniz. Bugün əslində valideynlər tərəfindən, belə deyək, valideynlərin özündə maarifləndirməsinə ehtiyac var. Biz keçirdiyimiz tədbirlərdə təkcə, yəni maarifləndirmə tədbirlərində təkcə uşaqları cəlb etmirik. Bu prosesə valideynlərin də iştirakı. Xüsusilə də biz regionlarda bu işə daha çox belə deyək də geniş yer veririk. Regionlarda keçirdiyimiz maarifləndirmə tədbirlərində uşaqların özləri ilə yanaşı biz ayrıca valideynlər üçün də onların hüquq və vəzifələri barəsində uşaqların fikirlərinə hörmətlə yanaşması olduğunu bir daha diqqətə çatdıraraq bu istiqamətdə maarifləndirici söhbətlər aparırıq. Təbii ki, bilirsiniz, maarifləndirmə elə bir məsələdir ki, burada 100 nəfərə, 150 nəfərə təbii ki, maarifləndirmə keçirsən, amma həmin o tədbirdən belə deyək də müəyyən dərəcədə bəzi valideynlər, yəni hər kəs öz belə deyək də
faiz nisbəti ilə desək, hər kəs müəyyən dərəcədə özü oradan maarifləndirmə tədbirindən nəticə əldə edir. Və şikayətlər adətən belə deyək də, qeyd etdiyim kimi valideynlər, xüsusilə də bir-birindən ayrılmış valideynlər tərəfindən birinin digərini ittiham etməsi səbəbindən belə deyək müraciətlər daxil olur. Daha çox zorakılıq halları bəli, xüsusi hallarda, bəzi hallarda müşahidə olunur ki, üçüncü şəxslər tərəfindən də daxil olur. Hansı ki biz orada bəli az da olsa mövcuddur. Bu hallarda biz bəli həm daxili işlər orqanları ilə, həm yerli icra hakimiyyəti orqanları ilə birgə müvafiq tədbirlər həyata keçiririk və təbii ki, pozuntu halların qarşısının alınması, məsələ bilirsiniz, valideynlik hüququnun məhdudlaşdırılması bu yəni asan proses deyil. Bu məhkəmə qərarı əsasında həyata keçirilir və məhkəmə qaydasında sübuta yetirilməlidir. Amma təbii ki, valideyn hüququndan danışırsınız. Hansı hallarda valideynlər o hüquqdan məhrum edilirlər? Valideynlik hüququnu məhrum etməsi üçün Ailə Məcəlləsində konkret olaraq müddəalar nəzərdə tutulmalıdır və valideyn əgər burada narkotik vasitə, spirtli içkilər və digər belə deyək də asılılıqları olduqda, eyni zamanda valideynlik hüquqlarını səmərəli şəkildə yerinə yetirə bilmədikdə, bu hallarda təbii ki, valideynlik hüququnu məhrum etməsi üçün valideynlik hüququnu məhrum etməsinə əsas yaradır və məhkəmə qərarı əsasında valideynlik hüququ məhrum olunur. Bir də sosial şəbəkələrdə uşaqların şəkillərinin paylaşması. Deyəsən belə bir qayda vardı ki, əgər yaşı çatmışsa uşağın üzü görünməməlidir. Amma bununla bağlı sosial şəbəkələrdə onların şəkillərinin paylaşılması, onlar üzərindən maddi gəlir əldə edilməsi və digər hallar. Çox hallar. Bu risklərlə bağlı, bu hallarla bağlı hansı işlər görülür? Ümumiyyətlə necə aparılır bu proses, müdaxilələr? Qeyd edim ki, siz deməli sosial şəbəkələri də qeyd etdiniz. Biz müşahidələrimiz onu deməyə əsas verir ki, xüsusilə də həm sosial şəbəkələrdə yanaşı, eyni zamanda xüsusilə də cinayət törətmiş uşaqlarla bağlı, onların uşaqların şəkillərinin paylaşılması halları müşahidə olunmuşdur və bizim tərəfimizdən aparılmış monitorinqlər nəticəsində bir çox belə deyək də media subyekti, eyni zamanda bir çox internet informasiya ehtiyatlarında cinayət törətmiş uşaqlar şəkillərinin paylaşılması halları müşahidə olunmuşdur və bununla da bağlı biz Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası bu sayədə tənzimləməni həyata keçirən qurumlarla deməli onlara məktublar ünvanlanmışdır və təbii ki, Ombudsmanın da belə deyək əsas müraciəti bununla bağlı ünvanlanmışdır. Müraciətdə qeyd olunur ki, yəni uşaqların belə deyək də sosiallaşmasını, inkişafını təmin edən daha çox materialların yayımlanmasına rəvac verilməlidir. Amma hansı ki uşaqların gələcək inkişafını sual altına qoyan, onların məxfiliyini pozan, onların mənafelərinin üstünlüyü prinsipini pozan belə deyək də materialların yayımlanması yol verilməzdir və təbii ki, bu istiqamətdə belə deyək də əlaqədar qurumlarla birgə iş aparılır və qeyd etdiyim kimi artıq deməli ötən il biz bununla bağlı deməli müxtəlif кейslər üzrə konkret olaraq həmin o paylaşılan belə deyək internet informasiya ehtiyatlarına, media subyektlərinə bu barədə xəbərdarlıq etmişik, bu barədə onları məlumatlandırmışıq və bir çox məsələ üzrə bu artıq öz həllini tapmışdır. Yəni doğrudur, cəza çəkmə müəssisəsində artıq olan uşaqların digər uşaqlara mənfi nümunə olmaqla yanaşı öz həyatlarını da sual altında qoyur. Çünki onlar ömürlərinin axırına qədər orada qalmayacaqlar, axır-əvvəl çıxacaqlar. Mənə istəyirəm ki, siz onları deyəsiniz ki, onların həyatına bu necə təsir göstərə bilər gələcəkdə həmin uşaqların? Təbii ki, əlbəttə. Yəni bilirsiniz, uşaqların əslində cəzalandırılması, bilirsiniz, bununla bağlı Ali Məhkəmənin plenum qərarı da var. Yəni uşaqların adətən cəza təyin edilərkən məhkəmələrə tövsiyə olunan tövsiyələrdən biri də onlara ibarətdir ki, uşaqların yaşı, onların inkişaf səviyyəsi, uşaqların deməli cinayət törədərkən onların anlaqlıq vəziyyəti böyüklərlə bir səviyyədə deyil və bu baxımdan onlara cəza təyin edilərkən Azərbaycan qanunvericiliyi humanist yanaşma tətbiq eləyir və daha çox deməli alternativ cəza növlərinin tətbiqini nəzərdə tutur. Lakin təbii ki, bəzi cinayət növləri var ki, onlarda azadlıqdan məhrum etmə cəza növü tətbiq olunur. Yəni konkret olaraq burada alternativ cəza tətbiq oluna bilmir. Və bu zaman təbii ki, uşaq bilirsiniz ki, Azərbaycan Cinayət Qanunvericiliyinə görə uşaq 16 yaşına çatdıqda cinayət məsuliyyətinə cəlb olunur. Deməli və cinayət məsuliyyətinə cəlb olunur və təbii ki, 14 yaşından etibarən isə müəyyən cəza növlərinə görə uşaq cinayət məsuliyyətinə cəlb olunur
və təbii ki, belə deyək də 15-16 yaşında cinayət törətmiş bir uşaq təbii ki, öz hərəkətinin mahiyyətini bəzi hallarda tam da dərk eləmir. Və təbii ki, müəyyən bir müddətdən sonra qeyd etdiyiniz kimi uşaq azadlıqdan məhrum etmə cəzasını başa vurub cəmiyyətə inteqrasiya olmalıdır. Onun bunun məşğulluq, belə deyək də, imkanları nəzərdən keçirilməlidir. Bunun gələcəkdə ailə qurması və digər, belə deyək də, bəziləri var, şərti azadlıqda olur, müəyyən o bilərdiklər taxılır, Bəli. tam şəkildə cəza çəkmə müəssisəsində olmur. Onlar yenə də məşğulluq fəaliyyətlərinə davam edə bilirlər. Amma onların şəkilləri yayılanda... Şəkilləri yayılanda təbii ki, bu cəmiyyətdə bir stigma yaradır. Bəli. Və həmin insanlara qarşı artıq həmin insanın cinayətkar olması ilə bağlı artıq bir beyinlərdə fikir formalaşdırır və təbii ki, o insanlara qarşı bir ayrı seçkiliyə səbəb olur. Təbii ki, məhkumların da hüquqları, məhkumlar da digər şəxslər kimi əsas insan hüquq azadlıqlarından istifadə etməkdə sərbəstdirlər və bu baxımdan da təbii ki, məsələn, ombudsmanın da müraciətinin əslində media subyektlərinə müraciətinin də məqsədi ondan ibarətdir ki, yəni xüsusilə də uşaqlara münasibətdə onların şəkillərinin yayımlanmaması, onların yayımlanması zamanı ad soyadının şərti adlarla verilməsi, onların üzlərinin belə deyək də blurlanması kimi bu elə deyək, ən sadə tələblərdir ki, bunlara yerinə yetirilməlidir. Bu məsələlərdən danışmışkən, cəza çəkmə müəssisəsində olan uşaqların mən təhsil hüququndan istəyərdim danışaq ki, onların təhsil alma hüququ necə təmin olunur, buna nəzarət necə edilir? Bilirsiniz ki, deməli, cəza çəkmə müəssisələrində uşaqların təhsil hüququ da təmin olunur və deməli, biz tərəfimizdən digər, belə deyək də, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərlə yanaşı, eyni zamanda bilirsiniz, uşaqlar tərbiyə müəssisəsində öz cəzalarını çəkirlər, deməli, və o tərbiyə müəssisəsinin tərkibində də məhz uşaqlar üçün təhsil müəssisəsi fəaliyyət göstərir və tərəfimizdən də həmin təhsil müəssisəsində, belə deyək də, uşaqların təhsil səviyyəsi, təhsillə bağlı ümumi vəziyyəti araşdırılır. Və təbii ki, bəli, qeyd etdiyiniz kimi uşaqların təhsil hüququ, baxmayaraq ki, cəza çəkmə müəssisələrdədir, uşaqların təhsil hüququ da təmin olunur. Bəs onların imtahanlarda iştirakı, qəbul imtahanı, buraxılış imtahanları, bunlar necə təmin olunur? Bununla bağlı əslində ombudsman tərəfindən qanunvericilikdə müvafiq norma ilə bağlı dəyişikliklərin edilməsinə bağlı təklif irəli sürülmüşdür. Bu istiqamətdə tədbirlər həyata keçirilir. Biz danışdıq ki, məktəbdə uşağa göstərilən zorakılıq, bu müəllim və digər valideynin göstərdiyi zorakılıq, bir də uşaqların bir-birinə göstərdiyi zorakılıqlar var. Ya valideynlər, mənim müşahidəmdir bu, ya valideynlər uşaqlarını çox sərbəst buraxırlar, ya da çox sıxırlar. Sizin müşahidəniz necədir və uşaqların bir-birinə göstərdiyi zorakılığın mənbəsində sizcə nə dayanır? Niyə belədir? Əslində, burada hesab edirəm ki, birinci növbədə valideyn məsuliyyəti xüsusilə də ön plana alınmalıdır, xüsusilə də diqqət yetirilməli məsələlərdəndir. Çünki valideynlər, belə deyək də, bir çox hallarda uşaqların tərbiyəsində, təbii ki, valideynlər uşaqların tərbiyəsində məsuliyyət daşıyırlar. Nəsillər də fərqlidir, Zeyd. Bəli, təbii ki, artıq müasir dövrün tələbləri fərqli, belə deyək də, həyat şəraitini bizə təqdim edir və biz də təbii ki, bu həyat şəraitinə uyğun olaraq öz həyatımızı qurmalıyıq, davam etdirməliyik. Bugün xüsusilə də bilirsiniz, əvvəllər biz erkən nikahlarla bağlı, məcburi əməklərlə bağlı belə deyək də maarifləndirməni həyata keçiririksə, bu günləri fikir verirsinizsə, daha çox rəqəmsal təhlükələrlə bağlı, kiber zorakılıq hallarla bağlı daha çox belə deyək də maarifləndirməni həyata keçiririk. Və təbii ki, dəyişən dövr, yəni yeniliklər, eyni zamanda qloballaşma dövrünün gətirib çıxardığı ailə institutuna bilirsiniz, xüsusilə də qloballaşma ailə institutuna kifayət qədər təsirlər edir və bugün Azərbaycan ailələri kifayət qədər belə deyək də təsirlərə məruz qalır. Təbii ki, bütün bu təsirlər cəmiyyətin digər institutları kimi ailə institutuna da öz təsirini göstərir və nəticə olaraq da belə deyək də valideynlərin belə deyək tərbiyə üsullarında, onların məsuliyyət anlayışlarında müəyyən belə deyək aşınmalar, hətta deyərdim müşahidə olunmaqdadır və nəticə etibarilə təbii ki, bugün məktəblərdə zorakılıq halları təbii ki, müşahidə olunur və qeyd etdiyim kimi bizim əsas məqsədimiz bu zorakılıq hallarına mübarizə aparmaq, profilaktik tədbirlər görmək, xüsusilə də bu işdə maarifləndirmənin rolu əvəzsizdir və bir uşaq digərinə zorakılıq zor tətbiq eləyəndə
Cəzalandırılan tərəf Əslində kim olmalıdır? zorakılıq bu halda daha çox həm məktəb rəhbərliyi, həm də psixoloqun iştirakı ilə tərəflər dinlənilir, həm də valideynlər belə deyək təhsil müəssisəsinə dəvət olunur və təbii ki, biz orada problemin kökünü araşdırmalıyıq ki, problemin mənbəyi nədən ibarətdir və bu artıq problemin mənbəyinə uyğun, problemin kökünə uyğun olaraq da biz növbəti tədbirlərimizi həyata keçirməliyik. Sizin bir tövsiyəniz ola bilər, müraciətiniz ola bilər ki, bu valideynlər ola bilər, müəllimlər ola bilər, uşaqların özlərinə ola bilər hüquqlarının pozulması ilə bağlı öz hüquqlarını necə qorusunlar? Burada həm təkcə dövlət orqanları deyil, eyni zamanda cəmiyyətin hər bir üzvü buradan müəyyən bir belə deyək də vəzifə daşıyır uşaqlarla bağlı. Və təbii ki, uşaqlar heç vaxt zorakılığa qarşı belə deyək susmamalıdırlar. Çünki zorakılıq davam edən bir anlayışdır, davam edən bir tendensiyadır və əgər zorakılıq halları ilə qarşılaşdıqda bizim də hər zaman uşaqlara tövsiyələrimiz, maarifləndirmə tədbirlərində bunu qeyd edirik ki, heç vaxt belə deyək də bu zorakılığa qarşı susmamalıdırlar və öz hüquqları barədə ona görə məlumatlandırırıq ki, öz hüquqlarını müdafiə etməyi bacarmalıdırlar və onlara müdafiə mexanizmləri barədə məlumat verilir və təbii ki, uşaqlar öz hüquqlarını nə dərəcədə bilirlər bizim ölkəmizdə? Bir də daha çox elə uşaqların hüquqları deyəndə zorakılıq başa düşülür. Yox, təkcə uşaqların hüquqları zorakılıq deyil. Bəli. Uşaqların təbii ki, burada bilirsiniz, həm uşaq hüquqları haqqında qanunla nəzərdə tutulur, həm də BMT-nin uşaq hüquqları haqqında konvensiyasından kifayət qədər uşaqların hüquqları geniş şəkildə təsbit olunub. Yəni uşaqlar belə deyək də öz hüquqları barəsində mən deyərdim ki, əsas hüquqlarını, xüsusilə də uşaqlarla maarifləndirmə tədbirləri zamanı biz uşaqlara hüquqları barədə sual verdikdə hamısının bir cavabı olur ki, bizim istirahət hüququmuz var. Digər hüquqları sanki deməli, bəli, digər hüquqları daha çox görməzdən gəlirlər, amma təbii ki, uşaqların istirahət hüququ ilə yanaşı, uşaqların belə deyək də, həm biz hüquqlarla yanaşı onların vəzifələri barəsində də xüsusilə onlara maarifləndiririk. Çünki bəzən uşaqlar hüquqlarını bilirlər, ancaq vəzifələrini yerinə yetirməkdə belə deyək də, yerinə yetirmək istəmirlər. Bu baxımdan da hüquqlar və azadlıqlar paralel şəkildə uşaqların maarifləndirmə tədbirlərində onlara daim diqqətlə çatdırılır. Aldı, təşəkkür edirəm Azər bəy. Çox sağ olun, minnətdarıq. Çox sağ olun. Mən də deməli Təhsil TV komandasına və sizə özlərinin təşəkkürümü bildirirəm. Çox sağ olun. Əziz Təhsil TV izləyiciləri, bizdən bu günlük bu qədər. Növbəti müzakirələrdə yenidən görüşmək üzrə hələlik.